Ne yapıyorsunuz? Cinayet evvel. Niye polisin söz olmadı? Niye? Görneğine düzeyi. Milli Şuranın üzvü Tofiq Yağublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yağublu son sözlə çıxış edib. Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən Tofiq Yağublu 9 il, Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Tofiq Yağublunun 10 il, Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Çox təəssüf ki, bugün hökm oxundu. Tofiq Yağublu 9 il müddətinə azadlıqdan məhrum edildi. Gözlənilirdi, heç bir gözlənilməzlik yoxdur. Tofiq Yağublu öz son sözündə bildirdi ki, mütəşəkkil cinayətkar dəstə tərəfindən ona qarşı cinayət işi quraşdırılıb. O, həmin mütəşəkkil cinayətkar dəstənin 23 nəfər üzvünün adını elan elədi və tələb elədi ki, həmin 23 nəfər mütəşəkkil cinayətkar dəstə haqqında cinayət işi qaldırılsın. O bildirdi ki, hazırki şəraitdə başa düşür ki, bu real deyil. Amma polis orqanlarının, prokurorluq orqanlarının, məhkəmə orqanlarının iştirakı ilə yaradılmış həmin bu mütəşəkkil cinayətkar dəstə günahsız insan haqqında öz yazdıqları senari əsasında cinayət işi quraşdırıblar və ona görə də Tofiq Yağublu həmin mütəşəkkil cinayətkar dəstənin cəzalandırılmasını tələb elədi. Tofiq Yağublu bildirdi ki, heç bir azadlıqdan məhrum etmə hökmü, heç bir işgəncə, təhdid onu haqq mübarizəsindən daşındıra bilməz. Tofiq Yağublu bildirdi ki, əlbəttə ki, o Rəsulzadə yolunda, haqq ədalət yolunda davam eləyəcək, heç bir məhrumiyyət onu bu yoldan döndərə bilməz. Mən isə sizə əlavə eləyirəm ki, indi elan olunan 9 il hökm onsuz da yerinə yetirilə bilməyəcək. Tofiq Yağublu 9 il azadlıqdan məhrum edilməyəcək. Allahın köməyi ilə o qalib olacaq, azadlıq qalib olacaq. Tofiq Yağublu mütləq azadlığa çıxacaq. Baxın, buradakı, sağ olun. Bax, bu polis iştirakı da bu işin siyasi mahiyyətini göstərir. Məhz siyasi mahiyyətini göstərir. Nə deyirlərsiniz bu məhkəmənin prosesində? Ədalətsiz qərardır, tam siyasi qərardır. Hakimiyyətin sifarişinə qəbul olunmuş qərardır və əlbəttə ki, etiraz olunacaq buna. Yəni, bu Azərbaycan cəmiyyətdə başa düşür ki, Tofiq Yağublu şərlənibdir. Bu şərləmə prosesi əlbəttə ki, dayanmayacaq. Hamını bir-bir şərləyəcəklər vətəndaş cəmiyyətini, siyasətçiləri. Cəmiyyət etiraz eləməlidir, biz də etiraz edəcəyik. Tofiq bəy Yağublu, demək, bütün hüquqşünaslardan, hakimlərdən də, müstəntiqdən, hər şeydən artıq çox yaxşı, yüksək səviyyədə bütün açıqlamaları ilə açıq-aşkar böyük sübutlarla sübut elədi ki, bu ona qarşı qurulan əməli başlı oyundur. Elə bir oyun ki, burada lazım deyil, burada hüquqşünas olmaq. Tofiq bəy Yağublunun nitqindən çox aydın şəkildə, o lazım deyil ki, orada hüquqşünas olmaqla, yaxud hər hansı bir bilik sahibi olmaq. Sadə uşaq da görə bilərdi məhkəmədə ki, Tofiq bəy Yağublu açıq-aşkına bütün faktlarla sübut elədi ki, onu qurulan bu qurma oyundur. Bu nə qədər böyükdür, dövlət səviyyəsində ona qarşı dələduzluq edir. Hakimi də, müstəntiqi də, prokuroru da çox olduqca yaramazlar, alçaq cinayətkarın başı özləridirlər. Bu qədər vaxtda darmadağın olan ittihamı yenə gəlib tərbiyəsizcəsinə Tofiq Yağublu 9 il həbs cəzası istədi. Əgər Tofiq Yağublu həqiqətən dələduzdursa, bu polislərin burada nə işi var? Gündə minlərlə adamın burada məhkəməsi keçir. Bu qədər ölkədə bu qədər dələduz məhkəməsi keçir. O ki, Tofiq Yağublu həqiqətən cinayətkardır, dələduzsa, nədən narahatsan? Həmçindən gəl. Bugün buradakı mənzərə bir daha onu göstərir ki, Tofiq Yağublu siyasi məhbusdur və 9 illik uzun müddətli həbsdə də girovladır. Məhz İlham Əliyevin tapşırığından icra olunur. Bugün məhkəmədə hakim axıra qədər gözlədi ki, şey olmasın, Tofiq Yağublu son sözünü desin və sonunda bir qız kağız gətirdi və o kağızı verəndən sonra artıq hakim yuxarıdan prezident aparatından gələcək qərarı gəldi elan edir. Mən sizə dəfələrlə Facebookda yazmışdım ki, Tofiq Yağublu'yla bağlı qərarı prezident aparatı verir. Burada heç bir hakimin rolu yoxdur. İtələmə.
Gel bu tarafa. Gel. Davay davay. Gel. Ne oldu? Ne oldu? Ay baba hiç olmadı. Keseceğin arada. Gel. Boşaldı. Narahat olmayın, boşalır. Gel. Ama sakin. Ama olursun zahmet. Bir zahmet olmaz. Oğlum boşa. Kesin taşıya, kesin taşıya. Kaçaya kaldı zahmet olmaz.